Demirəm, şirin dəniz deyirəm. Şirin dəniz hansıdır? İsrailin ən böyük şirin su gölü olan Təbəriyyə gölü, həmçinin Təbəriyyə dənizi. Hansıdır o şirin dəniz? Quranda səhv axtaranlar var, ateistlər ki var. Hələ bir dünyəvi savad öyrənin. Sonra dini bilin, sonra Quranda irad tutun. Nə əzizlərsə, bunu həmişə lağ eləyirlər ki, Quranda şirin su deyil, şirin dəniz deyil, hardadır göstərin. Qalileya dənizi Ölü dəniz riftinin şimal hissəsində yerləşən və hazırda şirin su gölü olan bir su hövzəsidir. İlon Dədədəliyev İslam barədə, Quran-Kərim barədə, Məhəmməd Peyğəmbərimiz sallallahu aleyhi və səlləm barədə nə dedi onu oxudum. Və indi keçək mövzumuza. Mövzumuz bu idi ki, ateistlər dəfələrlə deyirlər ki, yəqin hamınız eşitmişsiniz və onlardan bir həmin bu çevişdir ki, ateist, təzə çıxan adam deyir ki, Quranda şirin dəniz hardadır, şirin dəniz hardadır. Yəni bunlar bildirmək istəyirlər ki, Quranda səhv var. Allah ki, Quranda heç bir səhv yoxdur, çünki o uca Allahdan nazil olub. Uca Allah var, yaradan var və Quranın içində yazılanlar ilə sübutdur ki, yaradan var. Babək bəy soruşurdu. Elə bu bəhs eləyir ki, Quranı oxuyan insan bilir ki, yaradan var. Çünki orada elə bir sözlər var ki, onu yalnız yaradan deyə bilər. İnsan yaza bilməz onu. Və dənizlərin şirin, duzlu və s. bu mövzusuna həmişə toxunurlar. Güya Quranda səhv tutduqlarını bildirirlər. Mən indi o mövzuya toxunmaq istəyirəm, əziz izləyicilər. Elə Allahın yaratdığının maraqlı möcüzələrindəndir ki, yəni nemət olaraq möcüzələrindəndir ki, baxın, yer üzündə çaylar gedir, dənizlərə axır, orada nə qədər faydalar var, indi o danışmağa ehtiyac yoxdur. Bu hamısı uca Allahın qoyduğu nizam-intizamdır. İnsanlar çaydan faydalanır, dənizdən faydalanır, dəniz çaydan faydalanır və s. və ilə axır. Uca Allah Quran-ı Kərimdə buyurur ki, Əmmən cəaləl arda qararan və cəalə xilələhə ənhəra və cəalə ləhə ravasiyə və cəalə beynəl bəhreyni həcizə Əyləhum məəllah bəl əktəruhum lə ya'ləmun. Allaha şərik qoşduqlarınız yaxşıdır, yoxsa yeri sizin üçün məskən yaradıb, ortasında çaylar axıdan, üzərində titrəməsin deyə, yırğalanmasın deyə möhkəm durmuş dağlar bərqərar edən və iki dənizin arasında maniyə qoyan kimsə, məgər Allahla yanaşı başqa bir ilah mı var? Lakin onların əksəriyyəti bilmirlər. Nəml surəsi 61-ci ayə. Həmçinin uca Allah birinin suyu şirin, digərinin isə duzlu olması barədə bizə xəbər verərək buyurur ki, وَهُوَ الَّذِي مَرَجَ الْبَحْرَيْنِ هَذَا عَذْبٌ فُرَاتٌ وَهَذَا مِلْحٌ عُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَحْجُورًا. Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduran, aralarında bir-birinə qarışmamaq üçün bərzəx, yəni maniyə və keçilməz sədd qoyan odur. Furqan surəsi 53-cü ayə. Baxın, əziz izləyicilər, 14-cü əsrin böyük təfsir alimi İsmail ibn Ömər ibn Kəsir gör nə deyir? İki dənizin arasında maniyə qoyan, yəni şirin və duzlu sular arasında maniyə, yəni sədd qoydu ki, onun da buna qarışaraq körlanmasına mane olsun. İlahi hikmət tələb edir ki, onların hər biri nəzərdə tutulan sifətində qalsın. Şirin dəniz insanların ətrafında gür axan bu çaylardır. Şirin dəniz insanların ətrafında gür axan bu çaylardır. Bunda məqsəd heyvanların, bitkilərin və meyvələrin sulanmasıdır. Duzlu dənizlər isə ölkə və hüdudları hər tərəfdən əhatəyə alandır. Bunda məqsəd isə qoxusu ilə havanın körlanmaması üçün o dənizlərin suyunun şor və duzlu olmasıdır. Bunu İbn Kəsir 1301-1373-cü illərdə yaşayıb, 14-cü əsrdə yaşayıb, bu o söz deyirdi. Əziz izləyicilər və həmçinin çox təfsirlər var bu barədə, mənalar da bir şaxəli mənalar var, orada toxunmaq istəmirəm, amma ərəb dilində indi məşhur İngilis şərqşünası var. Ərəb dil lüğətçisi Edward William Lane 1801-1876-cı il yaşayıb. Klassik ərəb dili üzrə məşhur Ərəb-İngilis lüğəti adlı kitabında deyir. Həmin bu şəxs Edward William Lane'dir. Baxın, əziz izləyicilər, bu onun öz kitabıdır. Burada tərsinə görünür, təsvir olsun. Görün, bu kitabında nə deyir? Bu, bəzi ateistlər var, güya indi Quranda səhv tapıblar. İbn Kəsir görürüz nə dedi? Hələ misallar gətirəcəm, sübutlar gətirəcəm, nələr olduğunu inşallah bir-bir bilərsiniz. Çox maraqlı. Hətta Azərbaycan ateistləri hələ balacadırlar, hələ yaşları çatmır hələ. Xaricdə olan böyük ateistlər var ki, onlar başqa şübhələr gətirir hətta bununla bağlı. Onların şübhəsini də deyib, kömək eləyər ateistlər, o şübhəni də bundan sonra yazsınlar öz yerlərinə. Və cavabı da verəcək inşallah ki, o şübhəyə bir də bəlkə ağızlarını gətirməsinlər. Deməli, bu İngilis lüğətçisi 19-cu əsrin alimi gör nə deyir? Bəhr
dəniz, böyük çay. Böyük miqdarda su ehtiva edən geniş məkan. Duzlu və ya şirin olsun, böyük miqdarda su. Bər, yəni quru sözünün əksi. Quru sözünün əksi. Quru sözünün əksi, yaş, su, çay, nə gəldi? Göl. Dərinliyinə və genişliyinə görə belə adlandırılmışdır. Quranda Allah Teala bəhrə indir, iki dəniz. Ərəb dilində bəhr sözü İngilis alimi açıqlayır ki, bəhr nə deməkdir? Qoy biraz savadlı olun, elm öyrənin, görün ki, heç olmasa İngilis alimi nə deyir, onu öyrənin heç olmasa. Həmçinin istənilən böyük çay mənasını verir. Həmçinin istənilən böyük çay mənasını verir. Suyu fasiləsiz axan istənilən çay, məsələn, Fərat, yaxud Dəclə, Nil və digər bu kimi böyük şirin su çayları. Bu çayların suları böyük, duzlu, bəhr ilə qovuşur. Bu ad isə onun yerin içərisində yarılmış olmasına görə verilmişdir. Mən sizə göstərdim bu insanın öz sözünü, kitabını, yazdığı kitabdan. Və əziz izləyicilər, şirin dəniz varmı? Mövzumuz budur. Siz bəyənin ekran zəhmət olmasa, şirin dəniz varmı? Budur mövzumuz. Artıq qeyd elədim ki, ərəb dilində bəhr, çayları da bəhr deyilir. Bəhr sözü dəniz deməkdir, tək dənizdə deyilmir, duzlu suya deyilmir. Ona görə də kimlər ki deyir ki, dəniz, şirin dəniz harada var? Bu cahillikdir, inatkarlıqdır, savadsızlıqdır. Amma indi maraqlı mövzular toxunduqca görəcəksiniz inşallah. Əgər dəniz müasir coğrafi termin kimi dənizə misal üçün, yəni okeanın bir hissəsi olan və təbii olaraq dəniz suyu daşıyan su hövzəsi mənasında götürsək, şirin su dəniz yoxdur. Şirin sulu dəniz olmur. Amma gördünüz ki, İbn Kəsirdən 14-cü əsrin alimindən 19-cu əsr İngilis alimində deyir ki, dəniz, bəhr ərəb dilində o deyilən iki dəniz, çay, böyük su hövzəsi nəzərdə tutulur. Amma dəniz, sea, yəni İngiliscə deyilir, olan şirin su hövzələri var. İndi gəlin bir-birinə onları səsləndirin, bəzilərini baxın zəhmət olmasa sübutlarla. Baxın əziz izləyicilər, ABŞ Kolumbiya Universitetinin elmi nəşri olan Beynəlxalq Münasibətlər Jurnalı adlı jurnalı yazır. Baxın, Kolumbiya Universitetinin bu öz saytıdır, elmi saytıdır. Görün nə deyir? Baxın nə yazır? Naməlum ərazidən terra incognita, heç kəsə aid olmadığı düşünülən əraziyə terra nullius, müstəmləkəçi dövlətlər arasında Amazon. İndi burada mövzunun adı budur. Baxın nə deyir? Kolumbiya Universiteti. Amazonun müasir tarixi İspaniya və Portuqaliya imperiyalarının adından həyata keçirilən müstəmləkəçilik səfərləri ilə başlayır. Portuqaliyalı səyyahlar ehtimal ki, təxminən 1498-ci ildə Amazon sularında üzmüş olsalar da, rəsmi qeydlər göstərir ki, İspan Vicente Pinson 1500-cü ildə Amazon çayına çatan ilk Avropalı olmuş və ona Mar Dulce, yəni şirin su dənizi adını vermişdir. Mar Dulce, yəni şirin su dənizi adını vermişdir. Şəkli göstərdim, yazısını göstərdim. İndi əziz izləyicilər, görən NASA nədir bu barədə? NASA öz səhifəsində Lake Tiberias Sea of Galilee, Northern Israel, Təbəriyyə gölü Qalileya dənizi, Şimali İsrail başlıqlı məqaləsində görün nə deyir. Bu NASA'nın özünün öz saytındandır. Şirin dəniz soruşmaq istəyən o ateistlər biraz araşdırma eləmək bacarın zəhmət olmasa, öyrənin. Dedim dəniz nə məna verir və yox, şirin dəniz istəyirsinizsə buyurun. Oxudum, indi mətni oxuyuram. NASA görün nədir əziz izləyicilər? İsrailin ən böyük şirin su gölü olan Təbəriyyə gölü, həmçinin Təbəriyyə dənizi. İsrailin ən böyük şirin su gölü olan Təbəriyyə gölü, həmçinin Təbəriyyə dənizi, Gennesaret gölü, Kinnert gölü və Qalileya dənizi adları ilə də tanınır. Qalileya dənizi adları ilə də tanınır. Həmin bu Təbəriyyə, Qalileya dənizidir, şirin suludur və aşağıda da NASA'nın özünün səhifəsidir. Həmin o dediyim yazını yazmışdır. Qalileya dənizidir, göldür. Amma ümumi olaraq dəniz adlandırırlar. Necə ki biz Xəzər dənizini dəniz adlandırırıq, səbəblərini hamı bilir. Burada da Allah Taala dedi, açıqlama verdiyi nədir, mənalar verdi və bu da NASA'nın dediyi həmin o şirin su dəniz, şirin sulu dəniz. Sonra əziz izləyicilər, hələ bundan maraqlı bir mövzular da var, davamı var bu mövzuna bağlı, gələcəm indi, qoy bunu bitirim.
ABŞ Geologiya Xidməti Amerika Geologiya Cəmiyyətinin bülleteni jurnalında kontinental rift, yəni yarılma zonasında yeraltı su ilə göl arasında keçici qarşılıqlı əlaqələr, Qalileya dənizi, baxın, Qalileya dənizi İsrail başlıqlı məqaləsində deyir. Həmin bu, baxın, dedim bu saytdır, ABŞ saytı. Nə deyir? Aşağıda yazılmışdır Qalileya dənizi. Qoy tərcüməsini deyim. Qalileya dənizi Ölü dəniz riftinin şimal hissəsində yerləşən və hazırda şirin su gölü olan bir su hövzəsidir. Qalileya dənizi Ölü dəniz riftinin şimal hissəsində yerləşən və hazırda şirin su gölü olan bir su hövzəsidir. Əziz izləyicilər, bunu həmişə lağ eləyirlər ki, Quranda şirin su deyil, şirin dəniz deyil, hardadır göstərin. Açıqlama verdiyi Quranla, ərəb dili ilə, İngilis lüğət ərəb dili alimi ilə ki, nə məna verir o şirin dəniz? Yadınıza qalsın, Bəhreyn dövləti var. Və mərəcəl Bəhreyn yəltəqiyən, Quran ayəsi var, Bəhreyn, mərəcəl Bəhreyn yəltəqiyən, eyni ayədir. Bəhreyn nəyə görə deyil? İki dəniz deməkdir. Nəyə görə, əziz izləyicilər? Çünki Bəhreyn yanında, adadır Bəhreyn, yanında, yəni okeanın dibində, dənizin dibindən şirin sular çıxır. Bulaqlar çıxır və qarışmır, şirin olaraq da qalır. Hətta girəndə oradan su da içirlər də. Mirvari yığanlar və s. oradan su içirlərmiş. Və qarışmır suya. Ona görə adı olub iki dəniz. Biri bulaqdır, yerdən çıxır, biri isə duzlu dənizdir və bir-birinə qarışmır. Adı qalıb Bəhreyn. İki dəniz deməkdir. Deməli, indi mən nə dedim? Bilmirəm, varsa burada yazarsınız, zəhmət olmasa və qalxanlar da olsa danışarsınız, deyirsiniz. Nə demək istəyirəm? Azərbaycan ateistlərin heç vaxt yox, çox qulaq asaq. İndi qabağımıza bəzən göndərir, bəzən qarşımıza çıxır, görürük. Hər dediklərini, boş-boş danışdıqlarını izləmirik sözsüz ki. Qurana iradların deyirəm sözsüz ki. Yəni, boş-boş danışıqların, uca Allahın kəlamına göyə irad bildirirlər. Amma xaricdə olan güclü ateistlər ki var, daha çox araşdırmalar və s. var ki, İslamı gözdən salmaq üçün, Quranı gözdən salmaq üçün dəridən qabıqdan çıxırlar. Quranda uca Allah görür nə deyir və bunların, o ateistlərin, bilmirəm, bizim ateistlər onu deyib yoxsa yox. Bəlkə deyiblərsə deyərsiniz burada. Uca Allah görün Quranda nə deyir və bunu irad bildirirlər, əziz izləyicilər, və o nədir? Həmin bu dəniz ayəsinə irad bildirirlər ki, bu heç mümkün deyil. Uca Allah buyurur, iki dənizi o qovuşturdu. Amma onların arasında maniyə vardır, bir-birinə qatışmazlar. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz. Onlardan, baxın, o iki dənizdən mirvari və mərcan çıxar. O iki dənizdən mirvari və mərcan çıxar. Rəhman surəsi 19-22-ci ayələr. Əziz izləyicilər, deyirlərsə burada yazın, zəhmət olmasa bilək, qalxıb da deyərsiniz sonda. Ateistlərin şübhəsi var Qurana ki, uca Allahın sözünə, uca yaradanın sözünə ki, bu dəniz mirvari yalnız çıxır duzlu sudan. Mərcan yalnız çıxır duzlu sudan. Mirvari yalnız çıxır duzlu sudan, okeandan, dənizdən. Amma sizdə orada ayə deyir ki, o iki dənizdən, yəni şirin və duzlu deyir. Belə deyirlər. Amma əslində onu deyim ki, biləsiniz ki, heç Quranda duzlu, şirin deyən yerdə mirvari, mərcan sözü gəlmir. Ümumi olaraq cəm ilə ailən deyir ki, bu iki dəniz deyibsə, deməli orada duzlu dənizdən gedir söhbət. Deyək, laf siz deyəndir. Biri duzlu, biri şirin dənizdir, deyək, laf siz deyəndir. Yenə deyirəm. Allah təala harda ki, mirvari, mərcan çıxır deyir, elə bu ayə, Rəhman surəsi. Duzlu və şirin demədi, iki dəniz sözü işlətdi. Amma deyək, eybi yoxdur. Gəlin görək. Bunlar elə bilirlər ki, əziz izləyicilər, mirvari şirin suda olmur. Çaylarda mirvari olmur. Ona görə lağ eləyirlər ki, baxın, Quran, Allah yoxdur. Quran insan yazısıdır, Allah yazısı olsaydı, orada belə bir səhv, cəfəngiyyət olmazdı. O nə səhvdir? Deyirlər ki, necə ola bilər? Sudan, duzlu olmayan sudan, şirin sudan mirvari çıxır. Quran belə deyirlər. Baxın görək bunlar dediydim. Heç dünyada elmlərdən bunlar xəbər yoxdur. Bu ateistlərin çoxu dediyim kimi. Keçən dəfə əziz izləyicilər, Çevik, biz danışdıq burada. Çevik deyir ki, barmaq izlərin insanların, 100 minlərlə insanlar var ki, Interpol arxivlərinə baxın. 100 minlərlə insan var deyir ki, Çevik. Barmaq izləri 100 minlərlə insan var ki, barmaq izləri eynidir. Interpol arxivinə baxa bilərsiniz. Biz keçən dəfə sübut elədik ki, FBI-dan, Interpol özündən, Oxford Universitetindən, Cambridge Universitetindən və digər qurumlardan sübut elədik ki, xeyr,
Nəinki 100 minlə yalan deyirsən, hətta savadsızcasına danışırsan. İnsanlar da əl çalırlar ki, nə qəşəng bilir bu, elmli, savadlıdır. Dini savadı yalanı bilir yəni, hələ dünyəvi savad yalan danışır bu adam. Və sübut elədir ki, Interpol özü sübut elədir, deyir ki, xeyr, nəinki insanların barmağı bir-birinə eyni olsun. Hətta əkiz bir yumurtadan, bir qarından doğulan əkizin barmağı eyni deyil deyirlər. Və həmçində bunlar deyirlər ki, lağ eləyirlər ki, baxın, Quranda deyir ki, şirin dənizdən, şirin sudan mirvari çıxır. Xeyr, şirin sudan mirvari çıxmır. İndi buyurun, baxın. ABŞ, mən cavab verdim ona, amma yenə də əlavə olaraq şirin sudan mirvari çıxaracaq indi Allahın izni ilə. ABŞ Konqresinin qərarı ilə 1879-cu ildə yaradılmış ABŞ Daxili İşlər Nazirliyinin elmi qurumu olan ABŞ Geoloji Xidməti mirvarilər adlı materialında şirin su mirvarilərinin mövcudluğunu və xüsusiyyətlərini belə izah edir. Baxın, əziz izləyicilər, həmin qurum budur. ABŞ elmi, rəsmi dövlət saytıdır. Şirin suda çıxan mirvarilər haqqında görün nə deyir. Bunlar heç olmasa öyrənsinlər bunda. Təbii şirin su mirvariləri nadir hallarda tam dairəvi, hətta demək olar ki, dairəvi formada olur. Əksər hallarda onlar barok, ilbizvari və ya qanadvari formalarda olur. Həm təbii, həm də yetişdirilmiş bir çox mirvarilər gözəl rəngə və parlaqlığa malikdir. Şirin su mirvariləri geniş rəng müxtəlifliyi ilə seçilir. Şirin su mirvariləri geniş rəng müxtəlifliyi ilə seçilir. Onlara ağ, gümüşü ağ, çəhrayı, qızıl balıq rəngində, qırmızı, mis rəngində, bürünc, qəhvəyi, lavanda, bənövşəyi, yaşıl, mavi, krem və sarı rənglərdə rast gəlmək olar. Baxın, əziz izləyicilər, indi bu şəklə baxın, şirin su mirvarisi yazılıb, baxın. Mirvarinin özünü göstərir, ABŞ saytdır, rəsmi saytdır. Quranda səhv axtaranlar ki var, ateistlər ki var, hələ bir dünyəvi savad öyrənin, sonra dini bilin, sonra Quranda irad tutun. Hətta ABŞ Milli Okean və Atmosfer İdarəsinin elmi arxivində ayrıca ABŞ-ın şirin su mirvariləri və mirvari balıqçılığı adlı elmi nəşr də mövcuddur. Burada baxın, həmin başlığı oxudum, budur. Bu böyük bir araşdırma içində, bir 20 səhifəyə yaxın, yəni araşdırma da uzundur və şirin su mirvarilərdən danışır. Onu göstərməyə ehtiyac yoxdur. Və bir dənə də göstərim. Görün nə deyir burada. Bu da həmçinin ABŞ-ın rəsmi dövlət qurumunun saytıdır. Bu görən mirvarilər barədə nə deyir? Deməli, ABŞ Geoloji Xidmətinin Bataqlıq və Su Tədqiqatları Mərkəzi öz saytında belə bir başlıq yazıb. Bu başlıq həmin o Bataqlıq və Su Tədqiqatları Mərkəzi ABŞ-ın Geoloji Xidmətinin yazısı idi. Orada nə deyir? Georgia və Florida ştatlarındakı Suwannee çayı hövzəsində yaşayan, federal səviyyədə qorunan və nəsli təhlükə altında olan şirin su midyə. Midyə həmin o içində mirvari yarana bilən iki qapaqlı mollusk deyirlər. Odur, mirvari onun içində yaranır. Midyə növlərinin həyat dövrünün və onların hansı balıq növlərindən ev sahibi kimi istifadə etdiyinin müəyyənləşdirilməsi. Bu adı idi, ünvanı da oxudum, uzun olmasın deyə mövzunu oxumuram. Əziz izləyicilər, baxın, bu ateistlər deyirlər ki, lağ edirlər ki, Quranda deyir ki, şirin duzlu dənizi birləşdirdik. Hanı o şirin dəniz, onu dedim. Və hanı o mirvari çıxır, mərcan çıxır, şirin sudan mirvari çıxmır deyirlər. Yalnız duzlu okeandan, dənizdən çıxır. Budur, statlar gətirdim bir neçə dənə. Çünki ayə deyir ki, onların ikisindən mirvari və mərcan çıxır. Və ayə bunu deyirdi. Və onu deyirlər ki, yaxşı, ikisi deyibsə, duzlu su, şirin suda necə mirvari çıxa bilər? Amma mərcanı mən indi danışacağım. Amma mərcan, bəli, təbii mərcan duzludan, dənizdən çıxır, okeandan çıxır. Alta deyir ki, onların ikisindən mirvari və mərcan çıxır. Birindən mirvari, birindən mərcan. Orada ehtiyac yoxdur ki, Allah Taala desin ki, bu iki dənizin duzlu olanından mərcan çıxır, şirin olandan və duzlu olandan həm mirvari çıxır, həm duzlu, həm şirindən mirvari çıxır. Belə ümumi olaraq onların ikisindən mirvari və mərcan çıxır. Mirvari həqiqətən şirin sudan çıxdığını dedik. Bununla da bitdi. Birinin dənizdən çıxmağını bildirə bilirik, birinin isə şirin sudan çıxmağını da bildirə bilirik. Bu bəs eləyir cavab olaraq. Amma yenə də mərcanın şirin sudan çıxması barədə maraqlı bir, mərcana oxşar, alimləri heyrət gətirən
Görün nə tapılıb. Uca Allah Quran-Kərimdə heç vaxt səhv ola bilməz desin nəysə. Tarix uzundur. Gələcək var, keçmiş var. Dediyim kimi, alimlər deyirlər ki, biz kosmosu araşdırmasını okeanlardan daha asan araşdıra bilirik. Çünki həqiqətən də kosmos daha asan, okeanlara getmək daha çətin. Çox çətindir okeanları araşdırmaq. Ona görə də hələ bilmirik biz okeanda nələr var, nələr çıxa bilər, nələr çıxıb, nələr çıxacaq. Amma yenə də Mərzana bağlı mövzuda danışım əlavə olaraq. Mirvarinin şirin sudan çıxdığını sübut elədiysə, bəs elədi mövzu. Bunların şübhəsi həmişəki kimi bu şübhə də boş bir şey idi. Amma yenə də görün nə deyirəm əziz izləyicilər. Deməli, 1869-cu ildə Böyük Britaniyada yaradılmış dünyanın ən nüfuzlu elmi jurnallarından biri olan Nature jurnalının rəsmi saytında dərc edilmiş, baxın, ilk şirin su mərcana bənzər yosunu və mühüm biom, yəni ekoloji mühit keçidində yerli xüsusiyyətlərin rolu adlı elmi məqalədə belə qeyd olunur. Baxın, mərcana bənzər söz olan deməliyik. Burada mərcana bənzərdən gedir. Hətta bunlar deyirlər ki, biz mərcana bənzər də ola bilməz ki, şirin suda olsun. Yalnız duzlu suda var. Mərcana bənzər bu yosun yalnız duzlu suda olur. Amma təzə kəşf olunub ki, xeyr, gecə neçənci illərdə kəşf olub, yeni kəşf olub. Elə şirin suda da mərcana bənzər yosun olur. Bundan gedir söhbət əziz izləyicilər. Baxın, xülasə deyir. Mərcana bənzər qırmızı yosunlar dəniz dibinin mühüm tərkib hissələridir. Dəniz dibinin mühüm tərkib hissəsi də aydındır. Baxın indi. Və indiyədək yalnız dənizdə yaşayan növlər hesab olunurdular. Və indiyədək yalnız dənizdə yaşayan növlər hesab olunurdular. Burada biz Adriatik dənizi hövzəsində yerləşən Cetina çayında aşkar edilmiş şirin su mühitindən olan ilk mərcana bənzər yosunu təqdim edirik. İlk. Bu yosun tamamilə şirin suya uyğunlaşmışdır. Bunu onun çoxalma strukturları, cavan inkişaf formaları və şor su şəraitində yaşaya bilməməsi təsdiq edir. Baxın əzizlər, dənizdən şirin suya keçidin böyük ehtimalla sonuncu buzlaşma dövründə təxminən 115 min, 11 min il ərzində, Avropa əvvəl buzlaşma olub, buz olub bilirsiniz, 11.700, 115 min il əvvəl baş verdiyi düşünülür. Yəni qədimdən var bu. Sadəcə olaraq bilmirlər, xəbərləri yox idi. Elm bunu yeni kəşf edir, tarixlərini deyəcəm. Neophyllum setinayensis adlar çətin adlar burada, onun adlardır. Corallinellus dəstəsinin, yəni mərcana bənzər qırmızı yosunları əhatə edən taksonomik dəstədir bu. Yalnız dənizdə yaşayan qrup olması barədə qəbul edilmiş təsəvvürə meydan oxuyur. Gördünüz, meydan oxuyur. Uca Allah meydan oxuyur. Quranda nələr deyir? Deyir ki, bir ayə gətirin, bir surə gətirin, bir kitab gətirin, Quran bənzər. Heç kəs gətirə də bilmir, hünər də eləyə bilmir, heç cəhd də eləyə bilmir. Və bu da həmin o ayət gördünüz, deyir ki, mərcan, mirvarinin dedik, bu da özləri çaşbaş qalıblar ki, biz həmişə mərcana bənzər bitkini yalnız duzlu suda olduğunu bilirdik, amma artıq şirin suda tapıldı. Qəbul edilmiş təsəvvürə meydan oxuyur, deyir. Baxın, 2013-cü ildə aşkar edilmiş həmin bu mərcana bənzər yosun 2013-cü ildə aşkar edilmiş. 2016-cı ildə elmi məqalə ilə təqdim edilmiş həmin 12 səhifəlik, məqalənin birinci səhifəsində nə deyir? Baxın, Nature jurnalı, görün burada nə deyir əziz izləyicilər, artıq yekunlaşdırıram. Sonra yavaş-yavaş kimlər qoşulmaq istəsə, indidən göndərin, birazdan qəbul edəcək inşallah, bitir artıq. Görək Nature jurnalı nə deyir? Həqiqi şirin su nümayəndəsi indiyədək heç vaxt qeydə alınmamışdı. Baxın, həqiqi şirin su nümayəndəsi indiyədək heç vaxt qeydə alınmamışdı. Və burada maraqlı şəkillər də qoyub, bunu göstərimsə araşdırmanın şəkillərinə baxın. Mərcana bənzər yosun. Okeanlarda var, amma 13-cü ildə kəşf edildilər ki, sən demə şirin suda da var imiş. Burada Adriatik dənizi hövzəsində yerləşən Kars çayı olan Cetina çayında, yəni Xorvatiyanın yanında aşkar edilmiş ilk tam şirin su mərcana bənzər yosunun qeydə alınmasını təqdim edirik. Həmin o saytda, sayt deyir ki, Nature jurnalı deyir ki, təqdim edirik ki, yəni danışır ki, həqiqətən də 13-cü ildə kəşf edildi ki, doğrudan da mərcana bənzər yosunlar həmişə dənizdə olurdu bilirdik, amma sən demə bu həqiqətən də şirin suda da olurmuş. Baxın əziz izləyicilər, şirin dəniz istəyənləri göstərdik. Dünyada hələ onlarla dəniz var, göldür ki, böyüdür və s. Onlara şirin dəniz adlandırılır. Mən üçün burada dedim, üçün dedim burada.
və çoxdur. Dediyimiz kimi ərəb dilində bəhr sözü dəniz, böyük su hövzəsi, çay, göl və s. bunları bildirir. İndi isə mövzumuz burada bitdi əziz izləyicilər. Bu mövzu ilə bağlı söz olan varsa buyursun biz qəbul eləyək. Ateizmlə bağlı yəqin ki aşağıdan başlayırıq. Cavad Hacıyevdir.